natamam yanma və təmiz hava axınının təmin edilməməsi dəm qazı yaradır. Hər an hissiz, duyğusuz qatilə çevrilib həyatımıza qəsd etməyə hazırdır. Məqbul sayılmayan yerlərdə su qızdırıcı qurğuların quraşdırılması təhlükə yaradır. Axımlı su qızdırıcılarının natamam yanma prosesi zamanı yaratdığı dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, zəhərləyici qazdır. Yanma prosesində pozulma nəticəsində dəm qaz əmələ gəldiyi üçün qazla işləyən su qızdırıcıları standartlara uyğun olmalı və mövcud tələblərə əsasən vanna otaqlarında quraşdırılmamalıdır. Dəm qazının əsas yaranma səbəblərindən olan axımlı su qızdırıcılarında natamam yanma prosesinə bir neçə amil səbəb olur. Əsas səbəb tüstü bacasının olmaması və ya cihazın doğru düzgün quraşdırılmaması, qaz qurğularında olan qüsurlar, istismar müddətinin başa çatması, habelə qurğunun yerləşdiyi məkanın ölçülərinin texniki normativ tələblərə uyğun olmamasıdır. Deməli, el arasında daha çox pitiminutka kimi tanınan axımlı su qızdırıcıları vanna otaqlarından yığışdırılarsa, dəm qazından boğulma hallarından qurtulmuş olarıq. Axımlı su qızdırıcılarının açıq hava şəraitində quraşdırılması daha məqsədə uyğundur. Həyatımıza son qoya biləcək görünməz təhlükənin görülən hədəfi olmamaq üçün qaydalara biganə qalmayaq. Özümüzün və yaxınlarımızın həyatını qoruyaq. Qaz təsərrüfatına aid hər hansı bir problemlə üzləşsəniz, 104 çağrı mərkəzinə zəng etməyiniz yetər. Buyurun, 104 çağrı mərkəzinə zəng etmisiniz. Necə kömək edə bilərik? Azəriqaz, təhlükəsizliyiniz bizim üçün önəmlidir.